Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, gözəl bir yerdə, nəmişlik olmayan ərazidə, 200-200-ün son dayanacağı 90-170 marşrutlarından haradasa 300 metr məsafədə bağlı, bağçalı ev istəyənlərin nəzərinə gözəl bir evimiz satışa çıxıb 6 sotun içində. Gördüğünüz gibi evin xarici görünüşüdür. Ev həqiqətən ideal təmir olunmuş bir evdir, şəxsinki olmuş bir evdir. Bağlı, bağçalı evdir, istirahət eləmək üçün, almaq istəyənlər üçün ən uyğun olan bir həyət evidir. Gördüğünüz gibi hörmətli izləyicilər, bura evin qaraj hissəsi. Bura besetkası, mətbəxi ilə bir yerdə. Həyətinə rahat 4 maşın daxil ola bilər. Allah olmayanlara gözəl evləri qismət eləsin. Sona qədər izləyin. Hörmətli izləyicilər, dəqiqlə sizin ev haqqında bütün məlumatları ətraflı sizə çatdıracağam. Gördüyünüz kimi, həyətyanın sayəsində 4 maşınlı daxil olan bir həyəti var. Həyətində ayrıca besetkası, mətbəxi, evin yan tərəflərini hamıza keçmək mümkündür. Yer cəhətdən çox quru ərazidir. Bax, bu hissəsi görürsünüz, mətbəxdir. Yayda istirahət eləmək üçün ev sahibi burada belə bir şərait yaradıb. Yay mətbəxi. Besetkanı görürsünüz, həm də apışıqqa ilə işləyib hamızın. Ev həqiqətən çox ideal evdir. Yayda zətdə də otur istirahət elə. Kim həqiqətən istirahət eləmək üçün bağ evi istəyirsə, ən məsləhətli evlərdən biridir. Yəni, problem yoxdur. Yeri də qəşəkdir. Sənədi, bələdiyyə sənəddir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bax, burada su havuzu, ev sahibi su havuzu da qoyub ehtiyatda həyətində belə gördüyünüz kimi yerlənçək uşaqlarını oynamaq üçün var verən meyvə ağacları, ürək açan yaşıllıq, istirahət üçün quşların səsi, yəni insanı sakitləşdirən bir yerdir. Gördüyünüz kimi hörmətli izləyicilər, baxın, bax, baba, heyv ağacı, nar ağacı, əzgil ağacı, nə bilim, tut ağacı, nə deyim sizə, heyv ağacı da var. Var verən meyvə ağaclardır, vişnə ağacı, nə deyirsiniz var demək olar. Gördüyünüz kimi, burada da kartof əkib ev sahibi müvəqqəti, öz üçün. Bax, yaşıllığı göz qabağında. Hörmətli izləyicilər, gördüyünüz kimi, bura bağı bağçasıdır. Birinci dedim, həyəti ilə tanış olaq, sonra ətraflı evin içindən tanış olaq. Bağ istəyən, yaşıllıq istəyən, istirahət eləmək istəyən üçün ən gözəl evdir. Özdə qiymət də endirilir. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Həyəti ilə tanış olduq, bax görürsünüz. Ev həqiqətən, yəni həyət baza, indi kim istəsə dəyişid elə bilər, 6 sotdur, nə istəsələr burada yarada bilərlər. Besetkası da gördüyünüz kimi göz qabağında. Keçən də evin içi ilə tanış olaq, bax burada belə bir bulağı, evin yan tərəfində də burada santar qopşağıdır. Bax, burada ayrıca santar qopşağı var. Keçən də evin içi ilə tanış olaq. Daxil oluruq buradan evin içinə. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Baxın, ev təzə təmirdən çıxıb. Şəxsi inşa olmuş bir ev olub. Yenidən təmir olub, ev sahibi satışa çıxardıb. Sol tərəfdə mətbəx. Ev kip evdir, həqiqətən. Sağda qonaq otağı, haradasa 30-35 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyər. Komple təchiz olunub. Bura xol hissəsidir. İstəsiniz burada qulaboy da qoyub oturmaq olar. Yəni əlverişlidir burada. Sağda santar qopşağı, gördüyünüz kimi təmir vəziyyətdə. Geniş hamam. İndi aksesuarlar ev sahibi açıq, köhnə idi deyə. Kim istəsə təzəsini üzə alıb qoya bilər, ya ev gəsə bilər, danışıqdan asıl bilər. Aşağıda bir zal, bir xol, bir mətbəx. Yəni tanış olduq bundan. Keçən də evin yuxarı otaqlarla tanış olaq. Pləkanlar da özü də kipdir, hörmətli izləyicilər. Bir dənə titrəmə yoxdur. Ev özü də kipdir. Düzdür, monolitdə olmasa, amma həqiqətən evin
Yəni evin kipriyinə söhbət ola bilməz. Ev həqiqətən bir dənə polunda titrəmə yox, bir şey yox, hər şey qaydasında. Demək, hörmətli izləyicilər, yuxarı çıxan kimi yuxarılar apışıqqa ilə yığılıb. 1, 2, 3, 4, cəmi 5 otaqdır. Görürsünüz, hörmətli izləyicilər. Başlayaq. Burada yuxarının 4 dənə buradadır, bir də aşağıda zal. Bu ikinci mərtəbənin sanuzeli. Sanuzel deyəndə sanitar qovşağı, yəni hamam yoxdur, əslində uşaq otağıdır. Ev təmir olunur, yəni qaydasındadır. Çatmayan şeylərdə ev sahibi tərəfindən təhvil verilə bilər. Burada bir hardası 14-15 kvadratlıq yataq otağıdır. Nəzərdə çatdırım, hörmətli izləyicilər. Bax, balkona. Təəssüflər olsun, bağlıdır, balkona çıxışı var, böyür tərəfdən. Yerin hər tərəfi açıqdır, havalanmaya tam uyğundur. Burada bir 20 kvadratlıq bir yataq otağıdır. Sağda da yenə bir dənə. Burada bir yataq otağıdır. 4 otaqda yuxarıda. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırın. Buradan da balkona yerə də çıxışdır. Arxasından qabağındakı olan balkonlardır. Nəzərinizə çatdırın, hörmətli izləyicilər. Yenə deyirəm, ev yaxşı yerdə yerləşir. Qapının ağzına qədər demək olar asfaltdır. 200 üçün son dayanacağı 90-170 maaşlarına hardasa 250, 300, 350 metrdə təxmini ölçü deyirəm. Yəni çox uzaqdır. Demək, sənədi, bələdiyyə sənədli, arxivli sənədli, kupçaya gedən sənədli, hörmətli izləyicilər. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsində orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 220 mindən 210 minə endirilib, 10 min endirilib. Yenə də ev sahibi ilə danışacaqsınız. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. 210 min start qiymətdir.